Hər birinizi salamlayıram. Xoş gördük əziz abituriyentlər, əziz izləyicilər. Bu videom gördüyünüz kimi integral mövzusundan 2018-dən 2024-ə qədər qəbula düşmüş, blok imtahanına düşmüş bütün suallar, hər birini tək-tək yığmışam və indi onların izahları olacaq. Videoya keçməmişdən qabaq kiçik bir xatırlatma edim ki, əziz şagirdlər, bizim belə bir yeni layihəmiz var. Bunun üçün bir WhatsApp qrupu açmışıq. Qrupa videonun aşağısında link yerləşdirəcəm. Asanlıqla qoşula bilərsiniz. Deməli, qrup nədən bəhs edir, layihə nədən bəhs edir onu deyim. Bunu daha çox belə deyim, öz hazırlıq şagirdlərim üçün nəzərdə tutmuşam. Lakin hər kəs yararlansın deyə ümumi bir kütləyə çevirirəm bunu. Bu integral mövzusu olsun, loqaritm olsun, trigonometriya, daha çox çətinlik çəkdiyiniz mövzular fəzadır, tutaq ki, fiqurların sahəsidir. İnşallah bir 15-20 mövzu eləyəcəm və bütün qəbullara düşmüş, yəni blok imtahanlarına düşmüş bütün sualları tək-tək belə seçəcəm, mövzu şəklində hazırlayacağam və izahlarını verəcəm. Təbii ki, özünüz üçün işləyəcəksiniz. Bilmədiyiniz zaman izahına da baxmış olacaqsınız. Çox gözəl bir layihə olacaq. Sizlər üçün çox faydalı olacaq. Kanala abunə olmağı, izləmədə qalmağı, bəyənməyi unutmayın şagirdlər. Çox gözəl bir layihədir. İnşallah belə deyim, çox saylı istəkləri nəzərə alıb blok imtahanlarına necə hazırlaşmalıdır? Yəni mənim özümün şagirdlərim üçün sırf seçdiyim qayda üsul necədir? Onun haqqında da bir video çəkərəm sizə. İstəsəz o yöndə də yararlanarsınız. Hər birinizi uğurlar arzulayıram əziz şagirdlər. Kanala abunə olmağı unutmayın, bəyənməyi unutmayın, paylaşmağı unutmayın və belə mövzularımız davam eləyəcək. İnşallah sabahda sabah ya bir gün, yəni bir gündən ən uzağı 2 gündən bir belə deyim video, yəni mövzu seçib, artıq PDF-lərimiz hazırdır. Mövzu seçib dəstək məqsədli köməkliklər eləyəcəm sizlər üçün. Superdir, yenə də deyirəm, çox gözəl olacaq. Yəni siz integral mövzusundan indiyə qədər 2018-dən nə düşübsə görəcəksiniz və həllini biləcəksiniz. Bunun kimi loqaritm olsun, trigonometriya olsun. Yəni siz blok formatını bir növ təkrarlamış, bir növ mənimsəmiş olacaqsınız. Yəni sizin üçün artıq deyərdim ki, çox böyük bir maneə qalmayacaq imtahanda. Hər birinizə uğurlar əziz şagirdlər. Keçək videomuza. Qəbul 2018 10 iyun. Deməli, birinci sual belədir. İbtidai funksiyasını soruşur. Deməli, şagirdlər fikir verin. Bu 3 atın qarşıya 1 bölünsün 5x minus 2 dx formasında. Bu da bilirik ki 1 bölünsün x dx ln x-in ibtidai funksiyasıdır. Ona görə də bu olur belə. 5x minus 2. Lakin bu k əmsalı qarşıya tərsi kimi keçir. Yəni 5-də 3 kimi. Bir də üzərinə gəl c. Hansı variantdır? B variantı. İkinci suala baxaq. Sual 2. İntegralımın sərhədləri deməli mənfi pi bölü 2-dən 0-a qədər. Kök altında 1 minus kosinus kvadratı sinus kvadratı x-dir. Gördüyünüz kimi. Bu da əziz şagirdlər modula düşür. Deməli 0-dan mənfi pi bölü 2-yə modulda sinus x. Və burada bir dx də var. dx. İndi diqqətli oluruq bu modulda. Deməli 0 mənfi 90 aralığında sinus bütün qiymətləri mənfi alır. Ona görə də moduldan qarşıya bir mənfi atıb çıxardırıq. Olur belə. Sinus x dx mənfi pi bölü 2-dən 0-a qədər. İndi hesablayırıq. Sinus x-in integralı mənfi kosinus x-dir. Ona görə toqquşda oldu müsbət kosinus x. Deməli, sərhədlərim 0-dan mənfi pi bölü 2-yə. Bu da kosinus 0-da alır 1 çıxılsın. Kosinus 90 mənfi pi bölü 2. Cüt funksiyadır, mənfi yoxa çıxır. Olur kosinus 90, onda da 0 alır. 1 çıx 0 eləyəcək 1. Vəssalam, oldu bu şəkildə. Bir dənə burada diqqətli olmaq lazım idi. Modulda sinus x olur. 0 mənfi 90 aralığında mənfi qiymət aldığı üçün qarşıya bir dənə mənfi atırıq. Modulun xassəsi idi bu.
Və sinus x-in inteqralı da mənfi idi. Onda mənfi ilə toqquşdu, müsbət oldu. Qalan hissə də bu. İkinci sual oldu bu. 3-ə baxaq. 3. Hə. İndi fikir verin. 2x-in inteqralı bilirsiniz ki, x kvadratıdır 0-dan 2-yə. Bu da 4 çıxılsın 0 eləyər 4. Növbəti 4-cü suala baxın. Xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. İndi şagirdlər, belə edək də. Bu iki funksiya deməli kəsişir. X kvadratı plus 2x plus 3 bərabərdir x plus 5. Buradan x kvadratı plus x minus 2 bərabərdir 0. İndi burada fikir verin. Kökləri Viet teoreminə görə köklər hasili mənfi 2, cəmi mənfi 1-dirsə, deməli mənfi 2 və 1 imiş. Mənfi 2 və 1. İndi şagirdlər, bunun qrafikini qururam. Diqqətlə baxın. Baxın diqqətlə. Deməli burada bunun diskriminantı 0-dan kiçikdir. Həmişə artandır. M-ni tapsam mənfi 1-dir. N-ni tapsam yerinə qoyuram mənfi 1, 1 çıx 2, mənfi 1, 2. Deməli, təpə nöqtəsinin koordinatları burada mənfi 1, burada da n 2 olsun. Belə bir deyək ki, funksiyadır. Və x plus 5-də, bu x plus 5-də belə bir düz xətt. Bu arada qalan sahəni bizdən istəyir. Bunun da kəsişmə nöqtələrini biz tapdıq ki, buradan bura qədər mənfi 2-dir. Buradan bura qədər də 1-dir. İndi bunu hesablayan zaman deməli necə edirik? İntegral sərhədləri mənfi 2-dən 1-ə yuxarı funksiyadan, yəni x plus 5-dən çıxmalıyam. X kvadratı minus 2x minus 3. Baxın bunu. Və yaxud qrafiki çəkməyib də bilmək olardı. Hansından hansını çıxım daha dəqiq olsun. Bunun üçün nə edirik? Bu mənfi 2, 1 aralığından hər hansı bir ədəd götürün. Məsələn 0. Gətirin yerinə yazın. Burada 0 yazsaz 3 alınır. Burada 0 yazsaz 5 alınır. Gördünüz bu daha böyükdür. Yəni bu x plus 5-dən çıxmış olacaqsınız. Bunu belə də yoxlaya bilərdiniz. İndi bunun hesablayaq. Dx. Burada indi nə edirik? Sadələşdirmə aparıram. Mənfi 2-dən 1-ə mənfi x kvadratı çıx x bir də üstəgəl 2 dx bərabərdir. İnteqrallasam mənfi x kvadratı daha doğrusu kubu bölünsün neçə? 3 çıxılsın x kvadratı bölü 2 üstəgəl 2x. Sərhədlərim mənfi 2-dən 1-ə. İndi bunu hesablasam mənfi 3-də 1 çıxılsın 2-də 1 üstəgəl 2 çıxılsın 3-də 8 qarşıda da mənfi var çıxılsın 4 bölü 2. Deməli, mənfi 2-nin kvadratı 4 bölü 2, 2 çıxılsın, bir də 4. Deməli, burada mötərizələri açan zaman, baxın, bu ikisinə bir baxsam, mötərizə açılanda eləyir mənfi 3, çıx 2-də 1, plus 2. Bu da mənfi 6-dır, üzərinə gəl 6 olur. İndi buradan 2 üstə 6 gəndə 8, mənfi 3 də qabaqda 5, çıx 2-də 1, cavabım eləyər 4,5. Bu 4 idi şagirdlər. 5-ə baxıram. Sual 5. Deyir ki, belə olarsa bunu hesablayın. İndi fikir verin. Baxın, bu 4 var. Bu 4-ü buradan çıxardan atın qarşıya və mənfi 6-nı da 4-ə bölün. Burada nə alırsınız? Mənfi 1,5. Bu getdi. Bu da yoxdur burada tutaq ki. İndi bu 3-ü atın qabağa. 3 dənə deməli adam B-yə fx olur. Onun qiyməti bu da yuxarıda veriblər. Baxın 7-dir.
3 vur 7 çıx 8 vurulsun. Bunun qiyməti də budur, bax burada qeyd eləmişik. -1,5. Bu da eləyir 21 üstəgəl 12. Yəni 33 bu testin cavabı. Bax belə suallar düşə bilər, diqqətli olun bunda. Qəbul 21. Deməli xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Deməli belə bir fiqurdur. İndi y bərabərdir -x kvadratı plus 4x minus 3. Bunun köklər cəmi deməli müsbət 4-dür. Köklər hasili də müsbət 3-dür. Qarşıdakı -1-ə bölürük. İndi bunu ödəyən ədədlər də 1-dən 3-dür bilirik. Deməli biri 1-dir, digəri də 3-dür. Və qollar da hara baxır? Aşağı baxır. 1-dən 3-dən keçir. Belə bir qrafikdir deyək. Bura 1-dir. Baxın, bura 1-dir. Bura da 3-dür. İndi bizə deyir ki, bu fiqurun sahəsini tapın. Bu da yuxarı funksiya, həmin funksiyadır, bu funksiyadır. Ondan da bu OX oxudur da, bu da OY oxu. Deməli, bu OX oxudur, həm də Y bərabərdir 0 düz xəttidir. Deməli, bir-birindən çıxıram yuxarı funksiyadan. Həmin o 4x çıx, x kvadrat çıx 3-dən. 0-ı çıxanda yenə də özü alınır. Yəni biz onu inteqrallamış oluruq. Sərhədlərimiz də 1-dən 3-ədir. -x kvadratı plus 4x minus 3 və dx bərabərdir. Bunun inteqralı -x kubu böl 3, 4x'in inteqralı 2x kvadratı, 3-ün inteqralı da 3x. Sərhədlərim 1-dən 3-ədir. Bu da eləyəcək -9 27 3-ə bölündü. Çünki üstəgəl 18 çıx 9. Çıxılsın 1 yazanda -3-də 1 plus 2 deməli minus 3. Bu 0 elədi. 0-dan çıxmalıyam. Deməli -1, -3-də 1 çıx -1, -1 tam 3-də 1. Bu da 0-dan çıxanda müsbət 1 tam 3-də 1. Yəni 3-də 4 Y variantıdır bu da. Növbəti. Baxıram. 7-ci suala şagirdlər. 7-ci sualımız belədir. İnteqralını hesablayın. Bu cəmi görürsünüz ortada, balaca düşüb biraz. Mən onu bir integral daxilində yazsam 1-dən 4-ə. Belə bir şey olur da. 2 sinus kvadrat x üstəgəl deməli 1-i açaq. Sinus kvadratı x üstəgəl kosinus kvadrat x üstəgəl kosinus 2x açsam kosinus kvadrat x minus sinus kvadrat x kimi açılır. İndi görürük ki, bundan bu getdi. Burada 2 dənə kosinus kvadratı belə qaldı da 1-dən 4-ə 2 sinus kvadrat x üstəgəl 2 kosinus kvadrat x dx. Aydın məsələdir ki, 1-dən 4-ə bu eləyir 2. 2-ni mötərizə xaricinə çıxardanda trigonometriyanın birinci eyniliyi qalır, o da 1. 2. 2 dx-i hesablamaq lazım. Bu da 2x-dır 1-dən 4-ə. 8 çıx 2 elədi 6. Yəni B variantı. 8-ci sualla davam edirəm. Trigonometrikdir yenə. Deməli, yuxarını sadələşdirək əvvəlcə. 1-i açırıq. Sinus kvadratı x üstəgəl kosinus kvadrat x. Kosinus 2x-i də açıram. Kosinus kvadrat x minus sinus kvadrat x. Bir də çıxılsın sinus 2x var. Hələ ki sürəti yazdım. Bunlar getdi. Çıxanda qarşıdakı mənfi nəzərə almadım. Baxın, burada çıxma var axı. Çıxanda bu mənfi olur müsbət. Bunu diqqətsizlik elədik. Olur belə 2 sinus kvadrat x minus 2 sinus x kosinus x. Sinus 2x-in açılışıydı bu. Buradan 2 sinus x-i çıxartsam, qalır sinus x minus kosinus x. Məxrəcə baxın.
Sinus x çıx kosinus x-dir. Bunlar da getdi. Qaldı yalnız nə? İntegral pi bölü 3-dən pi bölü 2-yə 2 sinus x. 2 sinus x. Bu 2'ni de atın qarşıya. Burada qarşıya atın. Dx. Aydın məsələdir ki, sinus x'in integralı mənfi kosinus x-dir. Mənfi kosinus x-dir. Qarşıda da 2 var. Mənfi 2. Sərhədlərim deməli pi böl 3-dən pi böl 2-yə. Yerinə yazıram. Kosinus 90-da 0 alır. 0 çıxılsın. Kosinus 60-da da 2-də 1 alır. Mənfi 2 vur 2-də 1. Deyilir mənfi 1, çıxanda da müsbət 1. A variantı. 9-cu suala baxırıq şagirdlər. 9-cu sualda bu y bərabərdir kx plus b-nin qrafikidir. B-nin 1 olduğunu görürsünüz. Dedik ki, o y oxunu kəsən yer b-dir. K-nı da tapmaq üçün bu bucaq alfadır. Dedik ki, k bərabərdir tangens alfaya. O da qarşıdakı katetin, yəni 1-in, yəni baxın bunun bitişik katete 1-ə nisbətidir, eləyir 1. Tərəf müsbət götürülür, mənfi nəzərə almırsınız. Deməli, qrafikim oldu belə. Tənliyim oldu belə. X üstəgəl 1 şəklində. Nə etmək lazımdır? Bunu integrallamaq lazımdır. Və dx. Bunun da integralı x kvadratı böl 2. 1'in integralı x, bir də plus c. B variantında var. 10-cu sual. Sual 10. Köklər asilini soruşur. 3x kvadratını integrallasam x kubudur. Çıx 6x da 3x kvadratıdır. İntegralı 4'ün integralı 4x'dir. Sərhədlərim 0-dan a'yadır. Bunu da köçürmürəm. Nöqtələr qoydum. İndi yerinə yazsam a. Yerinə yazsam a kubu çıx 3a kvadratı plus 4a. Bərabərdir. Bərabərlikdəkini köçürürəm. A kubları gedər. Sağa göndərsəm qalar 2a kvadratı minus 4a minus 8 bərabərdir 0. Hər tərəfini bölün 2-yə, qalsın belə. Köklər hasili Viet teoreminə görə mənfi 4 olduğu göründü. 11-ci sual. Bərabərliyindən alanı tapın. İndi şagirdlər, baxın bunu bir integral daxilində yazsaz 5-dən a-ya. Olurmu? X üstəgəl sinus kvadratı x üstəgəl yenə x üstəgəl kosinus kvadratı x və dx bərabərdir a kvadratına. Bilirsiniz ki, bununla bu 1 eləyir. Qalır burada 2x plus 1. İndi mən bunu integrallasam, olur x kvadratı plus x integralı. Hardan hara? 5-dən a-ya. Bərabərdir a kvadratı. Yerinə yazsam a kvadratı plus a. Çıxılsın 5'in kvadratı 25, 5 30 bərabərdir a kvadratına. Bunlar gedər. A da bərabərdir 30'a. Cavab oldu 30. 11 idi şagirdlər bu. 12-ci sualla davam. İbtidai funksiyasını soruşur. Bu asan sual oldu. İbtidai funksiyası bunun x üstü 10'dur. 3'ün ibtidai funksiyası 3x, bir də plus c. Belə bir cavab Y variantında var. 13-cü sualda. Şagirdlər, görürsünüz ki, bu x minus 1 ilə x plus 1'dir. Aşağıda da x plus 1 var. Bunlar ixtisar getsə, qalar integral daxilində x minus 1 dx. 1'dən 2'yə. İntegrallasaz, qalar x kvadratı böl 2 çıx x 1'dən 2'yə. 2 qoysam 4, 2 çıx 2, çıx 1 qoysam 2'də 1, çıx 1. Bu da eləyir 0 çıx, üstəgəl 2'də 1. Cavabım 2'də 1. Yəni 0,5. 2023-cü ilin test tapşırığına baxıram. 14-cü sualdadır o. Funksiyasının qrafiki belə keçirsə, funksiyası üçün fx deyir tap.
Şöyle burada 2 yox, 3 olmalıdır. Diqqətli olaq. Bir dənə o yerində 3 olmalıdır. Onun integralı görürsünüz ki, x üstü 4'dür. 2x'in integralı x kvadratıdır. Bir də plus c var. Bərabərdir bu fx-a. Deyir, hardan keçir? 1,27 nöqtəsindən gətirib 1 yazsam 27'ye bərabər olmalıdır. X-a 1 yazıram, fx-a 27. C buradan elədi 25. İndi funksiyam da belə idi. Baxın, fx bərabərdir. Daha doğrusu böyük fx bərabərdir. Aldım x üstü 4 plus x kvadratı plus 25. Deyir, f mənfi 2'ni tap. Yerinə qoysam. Bu 16 edir mənfi 2 üstü 4. Bu 4 edir. Bu da 25. Cavabım eləyər 45. Sonra sual 15. Kökün altındadır ifadə. 2-də 1. İndi bura baxın. 1'i açıram. Sinus kvadratı x üstəgəl kosinus kvadratı x. Bunda kosinus kvadratını da açın. Kosinus kvadratı x minus sinus kvadratı x. İndi burada sinus kvadratları gedər. Qalar belə bir şey. 2 dənə kosinus kvadratı 2 ilə də ixtisar getdi. Qaldı belə. Kökün altında kosinus kvadratı x. Sərhədlərimdə, burada sərhədlər nədən nəyədir? Səhv yazılıbdır. Hər ikisi x bölü 2 yazıblar. Nəysə, bu adam B olsun. Tutaq ki, indi sərhədləri bilmədik. Olur bu belə. Sərhədlər adam B-yə modulda kosinus x. İndi şagirdlər, bir dənə deyirəm sizə, diqqətlə baxın. Bu sərhədlər burada kaş düşərdi, düşməyibdir. Məsələn deyirəm, məsələn tutaq ki, bu hər hansı bir sərhəd daxilində baxmaq lazım idi buna. Nəysə, fərqi yoxdur, heç ehtiyac yoxdur. Tutaq ki, belə deyirəm, kosinus, bu sərhədlərə baxırıq. Yuxarıda ikinci sual idi, sinusla bağlı, sinusda modulda mənfi olmuşdu. Tutaq ki, bu A və B aralığı, sərhədlərim indi nədir bilmədiyim üçün deyirəm. A və B aralığı əgər mənfidirsə, daha doğrusu A və B aralığında əgər kosinus mənfi olacaqsa, kosinus mənfi hansı rüblərdədir? İkinci və dördüncü rüblərdədir. Əgər ikinci və dördüncü rübbə aid bir bucaq olsa burada, deməli kosinusun qarşısına bir dənə mənfi atacaqsınız. Mənfini də atırsınız bura, integralın qarşısına. Və salam, bunu integrallayırsınız. Olur, necə integrallayanda? Kosinusun integralı müsbət sinus x. Olur, mənfi sinus x, sərhədlər adam B-yə işləyirsiniz. Əgər deməli ikinci və üçüncü rübbə düşürsə, kosinus orada mənfi olduğu üçün qabağa mənfi atırıq. Tutaq ki, birinci və dördüncü rüblərə aid bucaqdırsa və heç nə eləmirsiniz. Sinus x kimi hesablayırsınız, adam B-yə deyirsiniz və salam. Və salam hesablayırsınız. 16-cı sual. Xətləri ilə hüdudlanmış fiqurun sahəsi. Bunları bir-birinə bərabər eləsək, deməli, x-i çıxarsam alınır 2 çıx x bərabərdir 0, x bərabərdir 0 və x bərabərdir 2 alınır. Sərhədlərim də olur 0-dan 2-yə. Bunları bir-birindən çıxsam, indi baxaq ki, hansı daha yuxarıda yerləşir, onu bilmək istəyiriksə, məsələn, baxın, qrafiklə də göstərim. İndi bu OX oxu y bərabər 0 düz xəttidir. Sərhədlərimdə 0-dan 2-yədir. Və qollar da görürük ki, aşağı baxır. 0-dan 2-yə. Belə bir qrafikdir deyək. Belə bir qrafik. Bura 0-dır, bura 2-dir. Bizdən buranın sahəsini soruşur. Təpə nöqtəsi də müsbət 1-dir. Oldu bu şəkildə. Yuxarı funksiya 2x çıx x kvadratı olur və bir də 0-ı çıxırıq aşağını. Yəni bunu dəyişən bir şey yoxdur. Və integrallayırıq. Bunu integrallayanda x kvadratı minus x kubu bölü 3. Sərhədlər 0-dan 2-yədir. Təkcə 2-ni yazırıq. 4 çıx 3-də 8. 0 yazanda 0-a gedir. Bu deyilir 3-də 4. Yəni A variantı.
Sual 17. Gəldik 17-ci suala. İndi fikir verin. Bax, belə bir şey deyək. Birdən, baxın, birdən 8-ə f(x) dx üstəgəl 8-dən 13-ə f(x) dx bərabərdir 1-dən 13-ə f(x) dx. Yəni mən 1-dən 13-ə qədər olan hissəni 1-dən 8-ə, 8-dən 13-ə yazdım. Bərabərdir nəyə? 1-dən 13-ə. Və salam. Bax, buna diqqət. İndi hər bir şey var. 1-dən 8-ə 14'tür integralı. Üzərinə gəl. Bizdən bunu soruşaq. Baxın, bizdən bunu soruşur. Bunu bir də yazmamaq üçün buna bir b deyirəm. Üzərinə gəl b. Bərabərdir. 1-dən 13-ə də veribdir 9. B də eləyir -5. Bizdən də 4 dənə b-ni soruşur. Baxın, misalda 4b-dir. Yəni 4 vur -5 eləyəcək -20. C variantı. 18-ci suala baxıram. A və B natural ədədləri üçün bunu integrallayın şagirdlər. Olurmu? 3x kubu böl 3. Qarşıda 3 vardı. Bunlar getdi, qaldı x kubu. 1-dən 2-yə yerinə yazsam 8 çıx 1 eləyəcək 7. İndi sağ tərəfə baxıram, bura baxıram. 2 vurulsun x üstü 2 böl 2. Bunlar getdi, qaldı x kvadratı. Sərhədlər A-dan B-yə, yəni b kvadrat çıx a kvadrat. Bu da bərabərlik idi. Bir-birinə bərabərdir o hissələr. Olur belə. B minus A natural ədədlər daxil. Çünki A və B deyir daxildir N-ə. Bir də B plus A bərabərdir 7 vur 1. Çünki 7 yalnız 7 ilə 1-in hasilidir. B minus A-nı 7-yə bərabər eləyin, cəmi 1-ə. Tərəf-tərəfə toplasaz, B buradan eləyər 4, A da eləyər 3. Hasil istir 12. Qəşəng sual idi bu. 19. Bərabərliyindən neçə dənədir bu sual? 19. 20 yoxdur. 20 yoxdur. 19 dənəymiş. Elə 2024-ün yay imtahanı sualıdır. Deməli belə deyir. 6-dan B-yə kosinus kvadrat x dx çıx, sola keçirdim. B-dən 6-ya sinus kvadrat x dx bərabərdir 2,6-ya. İndi şagirdlər, burada bir şeyə diqqətdən baxın. Bu B-dir. Yadda saxlayın ki, məsələn, tutaq ki, A-dan B-yə fx dx bərabərdir mənfi B-dən A-ya. Baxın, sərhədləri dəyişdim. Fx dx-ə. Bu həmişə ödənir. Nümunə. Tutaq ki, 1-dən 2-yə 1 dx-i yoxlayıram, rahat olsun. Burada 1 var. 1 dx. Bu da x deməkdir. 1-dən 2-yə. Eləyir 2 çıx 1, 1. İndi 2-dən 1-ə 1 dx-i yazsam, yenə də x-dir. İndi 2-dən 1-ə yazanda 1 çıx 2 olur. Görürsünüz, -1 olur. Yəni, sərhəd dəyişirsə qarşıya mənfi atın. İndi burada da buranı başa düşdünüzsə, burada da bunları silim. Gəl başa düşdünüzsə bu hissəni. İndi fikir verin. Bu A-dan 6-dan B-yədir. Bu isə B-dən 6-yadır. Mən burada yerlərini dəyişsəm, məsələn, bunu yazsam 6, buna yazsam B, qarşıya bir dənə mənfi atıram, toplanır. Bu da 6-dan B-yə sinus kvadrat üstəgəl kosinus kvadratı deməkdir. O da 1 eləyir. Yəni 1 dx bərabərdir 2,6-ya. Bunları pozsam. İntegralı x-dir. 6-dan B-yə bərabərdir 2,6. B çıx 6 bərabərdir 2,6-ya. B də bərabərdir 8,6. Bu da gözəl sualdır. B variantı. Bütün sualların izahlarını verdim. Əziz şagirdlər, hər birinizə uğurlar arzulayıram. Sağ olun.